Padval hissəsinə pilləkənlə. Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağında gördüyünüz bu ərazidə bu 4 mərtəbəli yeni tikili binada mən sizə 2 mərtəbə dupleks mənzil təqdim edəcəm. Mənzilimiz qeyd etdiyim kimi 2 mərtəbədir. Birinci mərtəbə və 1 mərtəbə aşağı padval hissəsidir. Ümumi 4 otaqdır, kupçalıdır. Yeni Yasamalda Akordun binasının düz yanında, həmçinin burada 308 nömrəli məktəbdə yerləşir. Keçək mənzilin daxili hissəsinə. Hazırda mənzilin dəhliz hissəsindəyik. Görürsünüz, burada giriş qapısı yerləşir. Giriş qapıdan daxil olduqda sağ tərəfdə mənzilin mətbəxi və qarşısında eyvan, burada yataq otağı, buradan aşağı düşmək olur, aşağı otaqlara. Burada isə mənzilin qonaq otağı yerləşir. İlk öncə mətbəxi göstərim. Görürsünüz, olduqca genişdir. Döşəmə parketdir. Buradan eyvana keçid də mümkündür. Eyvana keçməmişdən əvvəl göstərim. Bura mətbəx və bir yığa bilərsiniz. Bura çox genişdir. Zaldan istifadə eləməyə ehtiyac yoxdur. Buranı zal studiya kimi də istifadə etmək mümkündür. Bura mənzilin eyvan hissəsidir. Eyvanda belə bir mətbəx, yay mətbəxi də yaradılıb. İstilik sistemi burada həm minutkadır, həm də mərkəzi istilik sistemidir. Hal-hazırda istilik sistemi qoşuludur və ev istidir. Burada isə sanitar qoşaq yerləşir. Az öncə göstərdiyim pilləkən hissə əvvəl adına görə sanitar qoşaq oldu. Buranı pilləkən elədiyi üçün buranı sanitar qoşağını bura keçirdiblər. Daha sonra keçək digər otaqlara. Buranı deyirdim əzizləyicilər, bura sanitar qoşağı olub. Buranı pilləkən elədikləri üçün oranı sanitar qoşağını ora keçirdiblər. Burada mənzilin zal hissəsi yerləşir. Burada olduqca genişdir, kvadrat sahəyə malikdir. Görürsünüz. 4 mərtəbəli binanın birinci mərtəbəsidir. Yerdən hündürdür bura. Bura isə yataq otağıdır. Burada bu formadadır, görürsünüz. Radiatorlar quraşdırılıb, hal-hazırda da istilik istəyir, ev istidir. Burada mərkəzi istilikdir, yəni kombi deyil, mərkəzi istilikdir. Buradan da daxil olaq mənzilin padval hissəsinə. Pilləkənlə yıxılmışdım. Əzizləyicilər, buradan daxil oluruq aşağı padval hissəyə. Az öncə az qala yıxılmışdım, yaxşı qurtardıq. Görürsünüz, burada da belə bir dəhliz hissə yerləşir. Orada 2 otaqdır. Burada belə bir forçuska var, hava keçmək üçün. Burada kombi radiatoru yerləşir. Burada tualet hissəsi yerləşir. Bura hamam otağıdır. Görürsünüz, kifayət qədər genişdir. Burada moydadır və orada isə paltaryanın yeri nəzərə alınmış şəkildədir. Daha sonra burada bir otaq yerləşir. Görürsünüz, bu formada da genişdir və burada isə digər otağımız yerləşməkdədir. Ümumilikdə 4 otaqdır, 2 otaq aşağıda, 2 otaq yuxarıda. Mənzil haqqında bir daha ümumi məlumat verim. Mənzilimiz yerləşir Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağı Yadigar marketdən üzbəyüz Akordun binalarının yanında yerləşir. 4 mərtəbəli yeni tikili binanın birinci və zirzəmi padval mərtəbəsində yerləşir. Yuxarı hissədə 2 otaq yerləşir. Skvaznoydu, zal, yataq otağı və mətbəx. Aşağıda da 2 otaq, sanitar qoşaqlar ayrı-ayrılıqda yerləşməkdədir. Kupça mövcuddur. Yəni, təbii ki, yuxarı mərtəbənin kupçası var, padvalın kupçası yoxdur. O, heç bir yerdə kupça olmur, amma mənzilə aiddir. Mənzilin qiyməti də çox münasibdir, əzizləyicilər. 174 min manat. Yəni, bu mənzilin qiymətidir. Aşağı, yuxarı, hamısı birlikdə. Kupçalıdır, qaz, su, işıq fəaliyyəti daimidir. Binanın həyəti var, şlaqbaumla keçid var, yəni yad insanlar məhəlləyə keçid edə bilmirlər. Daha sonra 174 min manat evin qiyməti var, bunu dedim sizlərə. İnfrastruktura zəngin bir yerdə yerləşir. Belə əzizləyicilər, mənzil haqqında bu qədər. Açarlar bizdədir, günün istənilən vaxtı mənzilə baxmaq
mümkündür. Sağ olun, növbəti çəkilişlərdə görüşənədək.